Salam dostlar, bugün mən sizə values, selected value, has one value haqqında danışmaq istəyirəm. Ümumiyyətlə, values özü bizə table qaytarır. Məsələn, əgər biz desək ki, product, brand olsun, o zaman bizə özü ayrılıqda table dəyəri kimi qaytarır. Amma bizim bəzi use case'lərimiz olacaq ki, biz orada skalar dəyər kimi göstərə bilirik. Var bizdə cari filtr konteksti və cari matrixdə həmən orada filtr kontekstində o özünü skalar dəyər kimi göstərə bilir. Qısa olaraq onu göstərəcəm və əgər gəlin biz burada bəzi məqamları yoxlayaq. Əgər siz burada görürsünüz product brand hamısı distinctdir. Əgər mən burada count rows eləsəm, desəm ki, mənə göstər ancaq product və onların brandini, o zaman nə edəcək? Skalar bir dəyər qaytardığına görə onu belə yazırıq. Oldu bizdə 10. Əgər mən burada gəlib sadəcə count rows yazsam və yaxud count yazsam və product brandini göstərsəm, burada skalar dəyər kimi qaytarmağını istəsəm göstərir. Distinct olmayan 2517 dəyəri var. Amma biz burada value istifadə edəndə o zaman bizə table'da olan yalnız distinct product brandi gətirdi. İndi biz nə edəcəyik? Həm selected value-nu, həm has one value-nu, həm də onu normalda bunlar olmadan necə istifadə edirik, onu göstərəcəyik. Gəlin birinci biz qayıdaq vizuala. Biz burada yazaq. Gəlin adlandırma eləyək. Counts brand. Eləyək. Productda bizdə brand var. Elədir. Sonra gələk bura. Yenisini yaradaq. Olsun distinctlə. Gəlin count distinct products. Distinct products. Nə edərəm? Həmən o göstərdiyim values-u burada product brandinə gətirərəm və burada count distinct value göstərəcək. Elə deyil. Mən indi bizdə productda var, həm kateqoriya var, həm də subkateqoriya var. Və hər kateqoriya və onun subkateqoriyasına aid olan brandləri göstərmək istəyirəm. Gəlin burada sadəcə vizualı gətirək bura. Matrix view'da olsun lap bu. Bunu da gətirək bura. Belə. İndi bizim hesabladığımız count distinct product'ı gətirək bura və count brand gətirək bura. Tamam, biz burada görürük ki, əslində bu gəlin brandi də əlavə eləyək bura. Gəlin brandi lap bura əlavə eləyək, yox. Bura əlavə edək. Tamam. Məsələn, əgər biz görürüksə MP4, MP3, bunlarda hərəsində bir dənə var, elə deyil. Recording pin'də bir dənə var. Mən necə eləyə bilərəm ki, bunlar ancaq əslində has one value-nun, burada göstərdiyimiz has one value-nun və selected value-nun əsas məqsədi odur ki, biz cari matrixdə gördüyümüz filtrlənmiş, cari kontekstdə olan dəyərlərin ancaq birinin olanı göstərsin. Yəni, ancaq birə bərabərdirsə onu göstərsin. Mən onu necə edərəm? Qısaca olaraq indi onu göstərim. Gəlin belə bir şey eləyək. Burada okay, has one value, has one value eləyək. Biz burada yazırıq ki, əgər deyirəm ki, cari filtr kontekstində, mən bayaq dedim, scalar value kimi qaytarır cari filtr kontekstində. Əgər desəm ki, values, gəlin belə eləyək, product brand, yəni burada göstərdiyimiz genişləndirəndə kontoza bir dənə idi. Birə bərabər olduğu halda, belə deyil,
Burada əlavə edək. 1-ə bərabər olduğu halda deyirəm, mənə yalnız həmin o product brandin adını göstər. Elədir. Əgər bura gətirib belə qoysaq, tamamilə görürsüz. Birinə aid olan hansıdırsa, MP3, Contoso, ancaq onun adını göstərdi. Bir dənə olduğuna görə. Burada da bir dənə, burada da hərəsində bir dənə. Bunu da geliştirdirsə, burada da bir dənə, burada 2 var, tapmadı. Philips'te Toys. Əslində biz bunun burasına olmadığı halda yaza bilərik. Not now. Belə də yaza bilərik. Yaxud yəni boş qoyaq, daha səliqəli görsənsin. Okay. İndi mən həmən bunu Power BI-də bizim avtomatik olaraq selected value-muz var. Onunla eləyə bilərik. Gəlin selected value-nu göstərək. Selected value həmən eyni funksiyanın rolunu oynayır. Select value eləyək. Neyniyərik? Selected value eləyərik. Deyərəm ki, mənim ancaq cari filtr funksiyasında olan produktın brandini göstər. Elə deyil. Mən neyniyərəm? Gəlib onu burada qoyaram. Eyni nəticəni almış olduq. Mahiyyət etibarilə eynidir, amma biri manual implementasiyadır, manual yerləşdirmədir. O biri isə Power BI-in özünün otomatik verdiyi funksiya əsasında hazırlanır. Sonra burada biz nə edə bilərik? Əslində bunun bir use case var, onu göstərmək istəyirəm sizə. Bəzən olur ki, deyək ki, burada 2 dənə var. Northwind Traders və burada var, deyəlim, Sourcing Video. Bu branddən 2 dənə var, elədir. Mən nə edərəm? Belə bir use case istifadə edə bilərəm. Deyərəm ki, həmin o distinct olan, əslində onlar distinct göstərdir. Həmin o distinct, belə deyək, brand, names belə göstərək. Mən nə edərəm? Concatenate funksiyası var, birləşdirərəm. Deyərəm ki, əgər buradan belə olsa, okay, dokumentasiyada göstərir ki, birinci nə olmalıdır? Table. Belə deyil. Mən birinci value'su qoyaram bura. Product brand kimi, birinci table funksiyası kimi tanıyar. Və deyərəm, expression kimi qaytar məni brandi. Yəni, burada cari filtr kontraksında distinct brand verdi və onda olan brandin adını ver mənə. Deyərəm ki, burada göstərir delimiter. Hansı, nəyə görə ayırmaq istəyirsən vergüldən. Burada belə bir şey yazaram. Və gətirib burada distinct brand'ı qoysam, açıq aydın görürük ki, məsələn, 3 dənə brandsə, onların adı buradadır. 2 brandsə adı buradadır. 1 brandsə özüdür. Bayaq göstərdiyimiz təkcə values və s. Demək, burada qaydaq yenidən. Biz burada nə edirik? Demək, əsas burada values-u göstərdik. Values ayrı-ayrılıqda table funksiyasıdır. Amma cari filtr kontekstində, yəni matrix view-nun özündə özünü skalar value kimi tanıda bildi. Bu. Demək, hər birinin üçlü müqayisəsini göstərdik. Düşünürəm, real use case-lərdə istifadə edə bilərsiniz. Əgər hansısa bir DAX dilində çətinliyiniz varsa, o zaman aşağıda şərh bölməsində qeyd edə bilərsiniz və həmin mövzu haqqında daha ətraflı danışa bilərik. Sağ olun.